Xoş gördük müəllimlər və abituriyentlər. Sizlərlə mən Kurikum və Tarix müəllimi Qara Hikmət. Bu günlərim sizlərlə Göytürk dövləti haqqında bəhs eləyəcəyik. Göytürk dövləti. Gəlin keçək dərsimizi. İlk öncə dərsimiz analiz dərsi ilə çəkilmişdir. Çünki sinif kitablarında məlumat biraz az olduğu üçün, həm də sizin göz yaddaşınızı inkişaf elətdirmək üçün komplektləşdirilmiş formada elə bu kitabdan bu səfərlik istifadə eləyəcəyik. Gəlin keçək dərsimizə. Dərsimiz nədir? Göytürk xaqanlığı. Ərazisi. Baxın, hardan haradır? Şərqdə Sakit Okeana gedib dirənir. Harda? Şərqdə Sakit Okeana. Qərbdə Xəzər dənizi və Qara dənizin şimal hissələrinə qədər olan bir ərazini əhatə eləyir Göytürklər. Birinci Göytürk 552-588-ci illər, ikinci Göytürk 682-744-cü illərdə mövcud olmuşdur. Paytaxtı isə birincində, ikincində hansıdır? Hansı şəhərdir? Ötkən şəhəridir. Təbii ki, Ötkən elə burada yerləşir. Əslən Göytürklər. Göytürklər Hun mənşəli olan Aşina nəslinin sülalələrindən idi. Deməli, hansı mənşəli idilər? Hətta Hun mənşəli olan Aşina nəslinin sülaləsindən ibarət olmuşdur və Aşina nəslindən 3 dənə dövləti yadımızda saxlayırıq. Hansı dövlətlərdir? Təbii ki, birinci Göytürkü vurğulayacağıq, daha sonra Qaraxanlı və Xəzər dövlətləri də Aşina nəslindən olmuşlar. Oxşar cəhət kimi götürülə bilər. Əsasən dedik ki, Asiya Hun dövləti. Böyük Hun dövləti dedik bu parçalanandan sonra harada yaşamışdı? Təbii ki, Altay dağları ətəklərində. Daha sonra isə Türk mənşəli, belə deyim də, Jujanlar Avar dövlətinə tabe olmuşdur. Hansı dövlətə tabe olmuşdur? Avar dövlətinə tabe olmuşdur. Əsasən biz burada Göytürklər Jujanların tərkibində olan zaman dəmirçiliyə yiyələnmişlər, müxtəlif silahlar düzəltmişdilər, hətta köçəri tayfa idilər. Bunlar təbii ki, maldarlıqla məşğul olurdular və bir-biri ilə türk tayfaları ilə digər türk tayfaları qaynayıb qarşılaraq, belə deyim, çoxalmışlar. Əslən gəldik birinci Göytürkün yaranmasına. Təbii ki, bu hansı, belə deyim, dövlətin tərkibində idi? Avar dövlətin tərkibində idi. 552-ci illərdə Bumun birinci hakimi olan kimdir? Bumun yadımızda saxlayırıq. Həmin o Aşina nəslindən idi. Həmin bu avarlara qarşı üsyan qaldıraraq nə varmışdı? Onları məğlub eləyib birinci Göytürk dövlətini yaratdı. 552-588-ci illəri əhatə eləyib birinci Göytürk dövləti. Daha sonra burada türk tayfaları ilk dəfə, türk adını belə deyim, türk tayfaları deməyək də, türk adını ilk dəfə rəsmi forması ilə Göytürk xaqanlığı olmuşdur. Əsasən dövlətin ərazisi geniş idi, idarə etmək çətin idi. Ona görə də dövləti biz iki hissəyə ayırdıq. Qərb hissələrinə. Qərb hissəyə başçılıq, belə deyim də, xaqan tutulu, belə deyim, yabqu tutulu daşıyan İsləmi başçılıq edirdi. Şərq hissəsində isə hakimlər, əsas hakimlər burada qeyd olunacaq, hakimlər başçılıq edirdi. Xaqan tutuluda, belə deyim də, birinci dövlətin başında xaqan dururdu. Daha sonra isə nə yadımızda saxlayacağıq? Biz əsasən yabqu xaqandan sonra ikinci şəxs hesab olunur və yaxın mənasını bildirir. Muğan gəlir bundan sonra hakimiyyətə. 553-cü ildə hakimiyyətə gəlir. Bir il bunun hakimiyyətdə olubdur. 553-dən həmin bu Muğan gələcək hakimiyyətə, ən qüdrətli dövrünü birinci Göytürk Muğanın dövründə yaşayacaq. Və bu atasının siyasətini davam elətdirdi. Dövləti gücləndirməyə çalışdı və ilk öncə işin nə olacaq? Təbii ki, avarları ölkədən qovmalı olacaq. Və bundan sonra, ölkədən qovandan sonra ərazisini genişləndirməyə başlayacaq, Çin üzərinə hücumlar təşkil edəcək. Elə Çini asılı vəziyyətə salan elə kim olubdur? Birinci Göytürkdə Muğan olubdur. Bunu yadımızda saxlayırıq. Əsasən birinci Göytürk dövlətində ikinci şəxs kim idi? Qərb vilayətlərini idarə edən İsləmi idi. İsləmi ilk öncə Xəzərləri özünə tabe eləyir. Daha sonra isə Bizans üzərinə hücum etsə də ancaq ondan diplomatik əlaqələr saxlamağa üstünlük verəcək həmin bu İsləmi. Niyə? Çünki bu Sasanilərə qarşı birgə mübarizə də həmin Bizansdan istifadə edirdi. Sasanilər də bunların ticarət yolunu tutduğu üçün Sasanilərlə mübarizə yolunda idi həmin bu İsləmi. Göytürklər Sasanilərlə birlikdə daha sonra birləşməyə məcbur oldular. Çünki Axunlara qarşı birləşdilər. 567-ci ildə Axun dövlətini süquta uğradacaq. 567-də bu Axun dövlətini süquta uğratdı. Bunların əraziləri, Axun ərazisi Göytürklə Sasani arasında bölündü. Ancaq yenə də həmin bu ticarət yolları üstündə mübarizədə Sasani ilə Göytürk arası pisləşdi və getdilər. Hətta 572-ci ildə Soqniyanna vilayətini Göytürklər asılı vəziyyətə saldılar və üstünlük keçdi kimlərə? Göytürklərə. Muğandan sonra, Muğan və İsləmidən sonra, vəfatından sonra demilən dövlətin varisləri arasında hakimiyyət uğrunda mübarizələr kəskinləşdi. Çünki o vaxtı əsasən Çinlə, belə deyim də, nikah diplomatiyasından daha çox üstünlük verirdi. Çin qızları alırdılar. Həm bu Çin qızları da təbii ki, Çin siyasəti yerdədir də, yoldaşlarını yoldan çıxarır.
aparır, belə deyək. Həmin dövlətin dağılmağına səbəb oldu. Türk ailəsi birləşməyinə, Çinlilər isə dağılmağına səbəb oldu. Ona görə də hakimiyyət uğrunda mübarizələr və buddizm yayılmaq siyasəti. Çünki Çinlilər buddist siyasəti yeridirdi axı. Ona görə də dövlətin parçalanmağına səbəb oldu. 588-ci ildə dövlət iki hissəyə parçalanacaq. Bir şərqi, bir də qərbi. Şərqinə kim son qoyacaq? Bunun ikisinə də Çinlilər son qoyur təbii ki. 6-cı əsrin 30-cu illərində, 7-ci əsrin daha doğrusu 30-cu illərində şərq vilayətlərinə, şərqi belə deyim də, Göytürkə, 7-ci əsrin 50-ci illərində isə həmin bu qərbi Göytürkə son qoyacaq. Hər ikisi Çinlilər tərəfindən son qoyulur. Qərbi Göytürklərin də varisləri hesab olunur. Xəzərlər bunu yadımızda saxlayırıq. Yəni sonrakı davamçıları. Daha sonra bunların ərazisi 7-ci əsrin ortalarında Qərbi Göytürk xaqanlığı süqutundan sonra isə Xəzər xaqanlığı yaranır. Əsasən orduda dedik ki, türklər, Çinlilər türklərə üstünlük verdi. Kürşad da elə türk sərkərdələrindən biri idi ki, həmin bu Çinin sarayında, belə deyim də, ordusunda iştirak edirdi. Ancaq 639-cu ildə Kürşad Çinlilərə qarşı üsyan qaldırdı, Çin sarayına bastı 40 nəfərlə. Hətta o qədər güclü sərkərdə idi ki, 40 nəfərlə ürək lazımdır təbii ki, onu saraya yürüş eləmək və demək olar ki, o qədər göy üzünü örtəcək qədər ox yağdırıldı. Ancaq məğlub oldu təbii ki. Sonra da Çin hökmdarı, imperatoru, belə deyim, öz vəzirinə sual verir ki, Kürşad öldü mü? Deyir, xeyr, ölmədi. O sadəcə məğlub oldu. Bundan sonra keçirik 2-ci Göytürk dövlətinin yaranmasına. 500-ləri buraxdıq, keçdik 682-ci illər. 682-ci ildə il təriş və yaxud da el təriş. Nədir bu? Eli toplayan, bir yerə yığan mənasını verir. Paytaxtı Ötükan olan 2-ci Göytürk dövlətini yaradacaq. Təbii ki, içinə üsyan qaldırıb yaradır. 682-ci ildən 92-ci ilə kimi hakimiyyətdə oldu. Kim? Təbii ki, həmin bu Qutluq da deyirik bəzən buna. Bunu yadımızda saxlayırıq. İlk öncə bu hakimiyyətə gələn kimi ilk işi nə olacaq? Təbii ki, Çinli qızlarla evlənməyə qadağan edəcək. Bu da təbii ki, hakimiyyəti gücləndirəcəkdir. Yenə də paytaxt Ötükəndə. Öz yanına Tonyukoku çəkəcək. Həm bu orduda, həm vəzir rolunu oynayacaq, belə deyək. Orduda da, ordu rəhbərliyində, ordu quruculuğunda yaxından kömək edəcək həmin bu Qutluğa. Daha sonra isə həmin bu 2-ci Göytürk dövləti yaranandan sonra İltəriş bu işləri görür və Tonyukok da bunun vəziri olur. Daha sonra Qapağan gəlir. Niyə Qapağan gəlir? Həmin bu Qutluğun oğlanları gəlmir. Qapağan Qutluğun qardaşı olur. Çünki Kültücinlə həmin bu Bilgə balaca idi. Ona görə də Qapağan hakimiyyətə gəlir. Qapağan hakimiyyətə gələndə dövləti yenə də gücləndirəcəkdir. Yenə də Qutluğun siyasətini davam elətdirəcəkdir. Daha sonra isə həmin Bilgə hakimiyyətə gələcəkdir. Bilgənin hakimiyyətdə olduğu dövrdə 2-ci Göytürk dövlətinin ən inkişaf etmiş dövrü yadımızda saxlayacaq. Nə? Ən inkişaf etmiş dövrü yadımızda saxlayacaq. Əslən dövlət idarəçiliyi möhkəmlənir. Bu qardaşı Kültücin ordu başçısı seçilir. Tonyukok vəziri olur. Bilgə isə hakimiyyətin başında durur. Bu üçünü də yadımıza saxlayır. Bu üçü birləşib dövlətin ən qüdrətli dövrünü hesab etmək olar. Bunlar ilk öncə Mərkəzi Asiyada türk tayfalarını özlərinə tabe edirlər və bunlara düşmənçilik siyasəti yeridən Çinlilər üzərində də yürüşlər təşkil edirlər. Belə deyim, bəzi kitablarda yazır, hətta Çini asılı vəziyyətə salıblar 2-ci Göytürkdə. Bunu da yadımıza saxlayırıq. Əsasən bu Tonyukoku biz türklərin Bismarck adlandırırıq. Göytürk dövlətində əvəz edilməz bir rola malik olmuşdur. Həmin bu Tonyukok. Hətta Bilgə xandan məsləhətləşəndə Bilgə demişdi ki, bəs belə-belə biz Çin kimi şəhərlərimizin qırağına hasarlar çəkdirək. Bu ona qayıdıb dedi ki, biz köçəri tayfayıq. O Çinlilər öz saraylarından qorxurlar, çəkinirlər. Biz nəyimizdən çəkinək? Axı belə daha yaxşıdır. Bir də buddist tipli məbəd tikdirmək istəyirdi. Belə deyim, Çin tipli paytaxt bunlara da razı olmamışdı. Tonyukok onlara qarşı çıxmışdı. Əsasən Tonyukok Kültücin öləndən sonra dövlət zəifləməyə başlayır. İlk öncə əvvəl kitablarda qeyd olunurdu. Həmin bu Kültücin vəfatından sonra Bilgə ona Orxon Yenicək abidələrini də qoydurmuşdu və türklər adına, yazısına ilk dəfə orada rast gəlinir. Bunu da yadımızda saxlayırıq. Daha sonra bunlar belə deyim də hakimiyyətdən gedəndən sonra həmin Göytürk dövləti zəifləməyə başlayır. Artıq Çinin müdaxilələri daha da güclənir. Şəhzadələr arasında çəkişmələr olur.
Həmin bunlardan istifadə edən Uyğurlar 744-cü ildə həmin Göytürk dövlətinə son qoyacaq. 552-ci ildə mövcud olan Göytürk dövləti artıq son yetəcək. Təbii ki, Göytürk obşu bir yerdə deyirəm də 552-744-cü illərdə. Arada təbii ki, Çindən asılı vəziyyəti olmuşdu. Bunu da yadımızda saxladıq. Bu tipli dərslərimizin izahını istəyirsə, YouTube kanalımıza abunə olub, linki paylaşmamızı, hamınızın yararlanmağını istəyirik. Çünki bu dərslər artıq davamlı olaraq çəkilir, YouTube kanalında yerləşdirilir. Siz də həm göz yaddaşınızdan, belə deyim də, kitabda baxaraq, həm qulaqla, yəni audial olaraq eşidərək testlərimizi daha dolğun şəkildə yaza bilərsiniz. Həm sual-cavabımızla, belə deyim, dərslərdə iştirak edərək və bizim nömrəmizlə əlaqə saxlaya bilərsiniz 077 570 9066 nömrəsi ilə. Həm də bir də bizim Instagram hesabından əlaqə saxlaya bilərsiniz. Kurikulumatdan xətt tarix, hatdan xətt tədrisi Instagram hesabı. İnşallah ki, dərslərimizdən təbii ki, belə deyim də, sizlərə kömək olur, sizləri daha da motivasiya olur bu dərslər və abunə olmağı unutmayın təbii ki. Çox sağ olun, minnətdarım.